sistemlərinin mövzu izahına baxaq. Say sistemləri ümumiyyətcə nədir? Deməli, verilmiş bir ədədin, məsəl üçün 15 ədədi yazıram. Verilmiş bir ədədin rəqəm adlanan simvollar vasitəsilə ifadə olunmuş forması say sistemi adlanır. Yəni 15 ədədini yazmaq üçün mən 1 və 5 rəqəmlərindən istifadə elədim və bu yazılış say sistemi adlanır. Say sisteminin özünü 2 yerə bölünür. Gəlin belə yaxınlaşdıraq, danışaq. Və yaxud da deyək ki, say sistemləri bölünür 2 yerə. Mövqesiz say sistemləri və mövqeli say sistemləri. Mövqesiz say sistemi nədir? Mövqesiz say sistemi elə say sistemidir ki, burada duran rəqəm yerindən asılı olmadan eyni mənanı ifadə edir. Buna ən yaxşı nümunəmiz Rum rəqəmləridir. Məsəl üçün, 10, 20 yazıram. Sonra 11 yazdım, daha doğrusu 9 yazdım. Bu 10, məsəl üçün, burada da durub, burada da durub. Eyni mənanı ifadə edir, yəni 10 kimi götürülür. Burada da, bu x burada duranda da 10 bildirir, burada da duranda 10'u bildirir. Bu 1, burada da duranda 1'dir, burada da duranda 1'dir. Amma mövqeli say sistemi elə say sistemidir ki, burada duran rəqəm yerindən asılı olaraq müxtəlif mənanı bildirir. Yəni mövqesindən asılıdır. Məsəl üçün 111 yazıram. Burada duran 1 təkliyi bildirir, yəni 1'i bildirir. İkinci duran 1'im 10'luğu bildirir, artıq 10 deməkdir. Üçüncü duran 1'im isə 100'lüyü bildirir. 111'i necə yazırıq? 100 üstəgələk 10 üstəgələk 1 mərtəbələrin cəmi şəklində yazanda. Buradakı 1 təklikdir, ikinci 1 10'luğu, üçüncü 1 isə 100'lüyü bildirir. Mövqeli say sisteminə ən yaxşı nümunəmiz bildiyimiz, istifadə etdiyimiz gündəlik həyatda ərəb rəqəmləridir və 2'lik, 8'lik, 10'luq və 16'lıq say sistemləridir. İndi gəlin bu say sistemlərini öyrənək. Bizim əsas məsələmiz odur. 2'lik say sistemi odur ki, 2'lik say sistemində 2 dənə rəqəmdən istifadə olunsun. 0'dan və 1'dən. Və bu say sisteminin əsası yazılır. Əsası olur, neçə dənə rəqəm istifadə olunursa. O, yəni 2. Ən kiçik simvol yazın. Ən kiçik simvol və ən böyük ədəd. Ən kiçik və ən böyük simvol. Ən kiçik simvolu burada nədir? 0 və 1 var da. Ən kiçiyi 0'dır. Ən böyüyü 1'dir. Sonra 2'likdən sonra gəlir, danışaq 8'lik say sistemini. Və bir məsələni unutduq. 2'lik say sistemində olan hər bir simvol yaddaşda 2 bərabərli 2 üstü 1 kimi göstərildiyi üçün bir bit yer tutur. Yaddaşda tutduğu yer yazaq buna. Tutduğu yer. Aha. 8'lik say sistemində 0'dan 7'yə qədər olan rəqəmlər istifadə olunur. Bunun əsası 8'dir. Yəni, neçə dənə rəqəm varsa da 8'lik say sistemi deyilimsə, deməli, əsasım 8'dir. Ən kiçik simvolu burada da yenə 0'dan 7'yə qədər rəqəmdirsə 0'dır. İstənilən say sisteminin ən kiçik simvolu 0'dır. Ən böyük simvol isə neçədir? Ən böyük 7 rəqəmdən istifadə olunur. Deməli, ən böyük simvolu 7'dir. Yaddaşda tutduğu yer dedikdə də 8'lik say sistemi 8 bərabərli 2 üstü 3 kimi göstərildiyi üçün 3 bit yer tutur yaddaşda. Sonra 16'lıq say sistemi. 16'lıq say sistemində 0'dan 9'a qədər olan rəqəmlər istifadə olunur. Bir də 9'dan sonra artıq 10'u yazmaq üçün, baxın 10 yazanda normalda bu 1 və 0 kimi başa düşür. 10 kimi başa düşmür. Ona görə artıq onu yazmaq üçün əlifbanın baş hərflərindən istifadə olunur. Daha doğrusu əlifbanın böyük hərflərindən istifadə olunur. 10'a deyirik A, 11'ə deyirik B, 12'yə deyəcəyik C, 13 olur D, 14 olur Y, 15 də olur F. Aha, iyiydi. Dedik ki 15 də olurdu F. Sıfırdan 9'a qədər rəqəmlər, bir də A-dan F-ə qədər hərflər.
Bunun əsası 16-lıq say sistemidir deyirik deyə 16 olur. Ən kiçik simvolu 0, ən böyük simvolu burada nədir? Yəni F-dir, yəni 15-dir, F. Yaddaşda tutduğu yer deyəndə də 16-nı 2/4 kimi göstərirəm deyə artıq 4 bit yer tutur yaddaşda. Sonra keçək onluq say sisteminə. Onluq say sistemində əsası 10-dursa, deməli 0-dan 9-a qədər rəqəm istifadə olunmalıdır. Yəni özündən bir vahid kiçikdir ən böyük simvolu, belə deyək. Əsası onluq say sistemində isə 10-dur. Ən kiçik simvolu yenə 0-dır. Ən böyük simvolu burada 0-dan 9-a qədər rəqəmlərdən istifadə olunduğu üçün 9-dur. Sonra yaddaşda tutduğu yer dedikdə də burada fərqli olur. Digərlərində məsələn 2-nin qüvvəti kimi göstərirdim və bir simvolu o qədər bit yer tuturdu. Amma onluq say sistemində verilmiş ədədi 2-nin qüvvəti kimi göstərirəm. Amma özündən bir vahid böyük götürürəm. Necə? Məsələn 10 verilir. Ən yaxşısı nümunəni izah eləməkdir. Məsələn 10 verilir 2-lik say sistemində. 10 verilir 8-lik say sistemində. 16-lıq say sistemində və 10-luq say sistemində. Deyək ki, bu yaddaşda nə qədər yer tutur? Dedik ki, ikili say sistemində 2/1 kimi göstərdiyimiz üçün bir simvol 1 bit yer tutur. Onda da 2 dənə simvol var da, bir 1 var, bir dənə 0. Deməli, 1 bit bu yer tutur, 1 bit də budur. Ümumilikdə 2 bit yer tutur. 8-lik dedik ki, 8-i 2/3 kimi göstəririk deyə bir simvol burada 3 bit yer tutur. 2 dənə simvolum var da, 1 və 0. Deməli, 3 1 idi, 3 də 1 idi. 6 bit yer tutur. 16-lıq say sistemində 16 2/4 olduğu üçün bir simvol burada 4 bit yer tutur. Yenə 2 simvoldan ibarətdir, 1 və 0-dan. Deməli, ümumilikdə 1-i 4, 1-i də 4 olanda 8 bit yer tutur. Dedim ki, onluq say sistemində fərqlidir. Verilmiş ədədi, yəni bax burada ki, bu 10 verilir ha. Bu 10-u 2-nin qüvvəti şəklində yaza bilirəmsə yazıram. Yaza bilmirəmsə, özündən ən kiçik olan 2-nin qüvvətini tapıram. Yəni 10 16-dan kiçikdir də, özünə ən yaxın 16-dır. 16 da 2/4-dür. Burada götürürəm ki, artıq bu 10 rəqəmi 4 bit yerə tutur da, 4 bit həcmə malikdir. Demirəm, ha, bir simvolum burada 4 bitdir. Ümumilikdə 10 verilmiş 10 onluq say sistemində 4 bit yer tutur. Məsəl üçün 10 verilməsə, tutaq ki, verilsə 24 verilməsin, 16 verilsin. 16 verilir onluq say sistemində. Deyir, bu yaddaşda nə qədər yer tutur? 16-nı bilirəm ki, 2-nin tam qüvvəti kimi yaza bilirəm. Yəni 2/4 kimi yaza bilirəm. Onda demirəm ki, yaddaşda 4 bit yer tutur. Artıq burada yenə özündən ən kiçiyi, özündən hansı 2-nin qüvvətindən kiçikdirsə onu tapıram. 2/4 2/5-dən kiçikdir. Deməli, burada da ümumilikdə yaddaşda 5 bit yer tutur. Yəni 16 verilmiş 16 onluq say sistemində 5 bit yer tutur. Ümid edirəm, aydın oldu. Sonra nədən danışaq? Məsəl üçün, deyir ki, əsası n-dir. Tutaq ki, bilmirəm də 7 ola bilər, 8 ola bilər. İstənilən əsasdan say sistemi olur. Deyər, bunun ən böyük simvolunu tap. Ən böyük simvolu həmişə əsasdan bir vahid az olur. Yəni, əsasdan 1 çıxmalıyıq. Məsəl üçün, 8-lik say sistemidirsə, bunun ən böyük simvolu 7-dir. Tutaq ki, 4-lük say sistemidirsə, ən böyük simvolu özündən bir vahid az, 3-dür. Yəni, 0-dan 3-ə qədər rəqəmlər istifadə olunur da. Bunun ən böyük simvolu 3-dür. Sonra danışaq, deməli, biz say sistemlərini dedik. Əsas məsələmiz bir say sistemindən başqa bir say sisteminə keçməkdir. Birinci, istənilən say sistemindən onluq say sisteminə keçidə. Bunu öyrənək. Onluq keç. O zaman nə edirəm? Üstlərini nömrələyirəm 0-dan başlayaraq. Sonra qüvvətlərin cəmi şəklində göstərirəm. Necə? Misal deyim. Məsəl üçün 1, 0, 1, 1. İkili say sistemində verilir. Bilirəm ki, ikili say sistemində 2 dənə 1 və 0-dan istifadə olunur. İkili say sistemində verir. Deyir, bunu çevir onluq say sisteminə. Və yaxud da ki, verilsin 19 verilsin 16-lıq say sistemində. Desin ki, bunu onluq say sisteminə keçirdi. Və yaxud da F 7 verilsin 16-lıqda. Desin, bunu keçir onluq say sisteminə.
Bir dənə 8-likdə yazaq. 71 verilsin 8-likdə. Desin ki, onluq say sistemini keçir. Hamısında eyni qayda ilə, yəni istəniləndən 2-likdən də, 16-lıqdan da, 8-likdən də və yaxud 2 olmasın, burada 3 olsun, 4 olsun, nə olur olsun. İstənilən say sistemindən onluq say sistemini keçəndə üstünü sıfırdan başlayaraq nömrələyirəm. 0, 1, 2, 3. Sonra necə yazıram? Yazıram ki, x bərabərdir, yəni buradakı x-in. Bu 1 vurulsun. 2 üzərində burada nə idi? 3. Yazıram 2 üstü 3. Üstünə düşən rəqəmi yazıram. Üstə gələk. İkinci rəqəmi, yəni 0 vurulsun. 2 üzərində bu əsasın üzərində 0-ın üstə neçə düşmüşdü? 2, 10. Üstə gələk. 1 vurulsun, bu 1. 2 üstə neçə düşmüşdü rəqəmin? 1. 2 üstü 1-ə. Üstə gələk. Yenə bu sonuncu 1-i bura. 2 üstü 1-in üstə neçə düşüb? 0. Bilirəm ki, istənilən ədədin üzərində 0 1-ə bərabərdir. Yəni, x üstü 0 bərabərdir 1. X-in yeni istənilən rəqəm ola bilər. Bu da bərabərdir. Artıq cavabı tapıram. Tapdığım cavab da onluq say sistemində olur. 16-lıq say sistemində də yenə eyni qayda ilə 0 ilə 1 yazdım. X bərabərdir. Buna x1 yazaq, buna x2 yazaq. 1 yenə vurulsun. Bunun əsası neçədir? 16. 16 üstünə neçə düşmüşdü? 1. Üstə gələk. 9, bu 9 vurulsun. Əsası neçədir? 16. 16 üzərində neçə düşür? 9-un üzərinə 0. 0 da bərabərdir. 16-nı 1-ə vururam. 16. Üstə gələk. Dedim ki, 16 üzərində 0. İstənilən ədədin üzərində 0 1-ə bərabərdir. 9 da 1-ə vururam. 9. Deyir 25. Yəni də 10-luqdur. Üçüncüyə baxaq. Yenə üstünü nömrələyirəm 0, 1 olaraq. X3 bərabərdir. F neçə idi? Dedik ki, 16-lıq say sistemində 15-ə bərabərdir. 15 vuraq 16, yəni əsasının bunu üzərində rəqəm neçə düşübdür? F-in üstünə 1. Deməli, qüvvətinə 1 yazıram. Üstə gələk. 7 vurulsun. 16 üzərində üstünə neçə düşübdür? 0. 16 üstü 0 yazıram və hesablayıram. Bu da eyni qayda ilə 0, 1, x4 bərabərdir. 7 vurulsun, 8 üstü 1. Üstə gələk 1 vurulsun, 8 üstü 0. Yəni tapıram bu qaydada. İndi əksinə, bəs onluqdan istənilən say sistemini necə keçid edeyim? Onu öyrənək. Onluqdan istənilən say sisteminə keçid. Məsəl üçün, 35 ədədi verilsin onluq say sistemində. Desin, bunu 2-liyə keçid, 8-liyə keçid və 16-lığa keçid. Və yaxud da, məsəl üçün, desin ki, 4-liyə keçid. Məsələlərdə görəsiniz də, elə ədəd verəcək, düşünəsiniz ki, belə say sistemi var, amma əslində var. Yəni, 4-lükdə var, 5-likdə var, 7-likdə var, istənilən say sistemi var. Necə eləyirəm bu zaman? Verilmiş bu ədədi 35 onluq say sistemində hansı ədəd verilirsə, həmin ədədi keçmək istədiyim say sisteminin əsasına bölürəm. Məsələn, ikinci say sisteminə keçmək istəyirəmsə də 2-yə bölürəm. Mənə düşür ki, burada 17, qalığım neçə qalır? 17-ni 2-yə vururam, 34, qalıq qalır 1. Mənə bu qalıq lazımdır. Qalığı tapdım. Sonra yenə 17-ni bölürəm. Düz 2-yə bölünməyənə qədər davam edirəm prosesi. 17-ni 2-yə bölürəm, 8, qalıq qalır 1. Bu 1-i də götürdüm. 8-i yenə bölürəm 2-yə, qismət olur 4, qalıq olur artıq 0. 4-ü 2-yə vururam 8, 8-in 8, 0. 4-ü yenə bölürəm 2-yə, qismət düşür 2, qalıq olur 0. 2-ni bölürəm 2-yə, 1 artıq. Gördük ki, 1 2-yə bölünmür, dayanırıq. Sonuncu qismət də daxil olmaqla qüvvətləri tərsdən yazıram. Yəni 1 sonuncu qismət. Sonra 3 dənə 0-dır, tərsdən yazıram. Sonra da yenə 1, 1, ikilik say sistemi. Deməli, 35 onluq say sistemində, ikilik say sistemində bu ədədin qarşılığı bu ədədə bərabər imiş. Yenə də, onluq say sistemindən 8-lik say sisteminə keçmək istəyirəmsə, ədədim 35 idi. 35 onluq say sistemindən 8-lik say sisteminə keçirəmsə, 8-ə bölürəm. 35 8-ə bölürəm 4 dəfə, 32, 3 qalığım qalır. 35-dən 32 çıxıram, 3 qalır. 4 artıq 8-ə bölünmür da, onda dayandırıram. Sonuncu qisməti götürürəm və tərsdən yazıram. Sonuncu qismətim 4 və ondan qabaqki qalığım 3.
Deməli, bu 8-ci say sistemində 43-ə bərabərdir. 16-lığa baxaq. 35-dən 16-ya keçmək üçün 16-ya bölürəm. 2 dəfə 32, 3 qalır. Yenə 2 artıq 16-ya bölünmədiyi üçün dayanıram və sonuncu qismətdə götürüb tərsinə yazıram. 23 16-lıqdır. Bir dənə 4-dəyə keçək. 35-dən yenə 4-dəyə keçmək istəyirəmsə 4-ə bölürəm. 8, 32, 3. Sonuncu qisməti götürmürəm. Çünki 8 4-ə yenə bölünür. Davam edirəm. 2, 0. Artıq 2 bölünmədiyi üçün dayanıram və sonuncu qismətimi götürürəm. Tərsindən də yazıram. 2, 0, 3. Dörtlük say sisteminə keçdik. Bunları öyrəndik. Onluq say sistemindən istənilənə keçmək üçün bölürəm, qalıqları tərsindən yazıram. İstənilən say sistemindən onluq say sisteminə keçmək üçün isə bayaqki kimi, yəni qüvvətlərin cəmi şəklində göstərirəm. Bir də var, ikilikdən 16-lığa və 16-lıqdan ikiliyə keçmək qaydası. İkilikdən 16-lığa. Necə keçirəm? Məsəl üçün, mənə verir ki, 0, 1, 2, 3 nə idi? Nə yazıram mən? Bunu silək. Deməli, ikilik say sistemində verilsin 1, 0, 1, 1, 1, 0, 0. İkilik say sistemində verildi. Mənə deyir, bunu 16-lıq say sisteminə keçirdi. Nə edirəm bu zaman? İkilikdən 16-lığa birbaşa əslində yol yoxdur. Gərək ikilikdən 10-luq say sisteminə keçeyim, sonra da 16-lıq say sisteminə keçeyim. Bunun üçün qısa yol çıxardıblar ki, 16 nəyə bərabərdir? 2 üstü 4-ə. Deməli, 4 dənə rəqəmdən istifadə edirəm. 8, 4, 2 və 1. 8, 4, 2 və 1. 4 dənə rəqəmdən istifadə edirəm. Verilən bu ədədi sağdan sola doğru 4-4 ayırıram. 1, 2, 3, 4. Artıq görürəm, burada 3 dənə qalır. Bunu da 4-ə tamamlamaq üçün yanına 0 yazıram. Yəni, 4-ə tamamlamaq üçün 1 dənə yox, 2 dənə lazım olsa 2 dənə 0 yazıram. 3 dənə lazım olsa 3 dənə 0 yazıram. Sonra başlayıram bunun üstünə 8, 4, 2, 1-i yazmağa. 8, 4, 2, 1. 8, 4, 2 və 1. Hansının altına 0 yazılıb, onun xətt çəkirəm. Burada da 2-ni. Yerdə məsəl üçün 1 4-ün altına düşür, bir də 1 1-in altına düşür. Bu 4 ilə 1-i cəmləyirəm. Eləyir 5. Sonra burada 2 ilə 1-in altına 0 düşür. Bunları xəttləyirəm. 8 ilə 4-ü cəmləyirəm. Eləyir 12. 12 16-lıq say sistemində nəyə bərabər idi? S-yə. Deməli, bunun yanına yazıram S. Yəni 12. Sonra da bunları yanaşı olaraq düzürəm. 5, sonra da S. Neçəlik say sisteminə keçdim? 16-lıq say sisteminə. Yəni, ikilikdən 16-lığa keçmək üçün 4-4 ayırıram və üzərində 8, 4, 2, 1 qaydası yazıram. Bu, 8-lik say sisteminin içində eyni qaydadadır. Necə? Deməli, ikilikdən 8-liyə keçəndə. Verilsin yenə 0, 1, 1, 1, 1, 0, 1, 0, 0, 1. İkilikdə verib deyir 8-liyə keç. 8 2 üzərində 3-ə bərabərdir də, düzdürmü? Artıq burada o 8, 4, 2, 1-in 8-i olmur. Eləcə 4, 2, 1 olur. 4, 2, 1. 4, 2, 1, 3 dənə də, ona görə 3 ayırıram. Yenə sağdan sola doğru. 3 ayırdım. 3 ayırdım və 0 düşdü. Bir də 3-ə tamamlamaq üçün 0, 0 yazıram. Yenə üzərində 4, 2, 1 yazıram. 2, 1. 4, 2, 1. 4, 2, 1. 4, 2 və 1. Hansının altına 0 düşür? Xəttləyirəm. Burada hamısına 0 düşür. Deməli 0. Önə 0 yazmağın heç bir mənası yoxdur. Bunu silirik ona görə. Sonra hamısının altına 1 düşür. Cəmləyəndə eləyir 7. Bunu 0-ı silirəm. 4 ilə 1. Cəmləyirəm eləyir 5. Bu gedir. 1-in altına 1 düşür. Bu da eləyir 1. Yazıram. 7, 5, 1. 8-liyə keçəndə. Yəni, ikilikdən say sistemindən 16-lıq say sisteminə keçəndə 8, 4, 2, 1 qaydasından eləyirəm. İkilikdən 8-liyə keçəndə isə 4, 2, 1 qaydasından eləyirəm. Bəs yaxşı, bunu əksinə versəydi. Məsəl üçün, mənə desəydi ki, 5-si 16-lıqda verib, bunu ikilik say sisteminə keçir.
Necə edirəm? Dedim ki, 16-lıqda 8, 4, 2, 1 qaydasından istifadə edirəm də, düzdürmü? Bu 8, 4, 2, 1-i yazaram. Xəttimi belə çəkərəm. Sonra bunu, məsələn, bir-bir ayırırım. 5-dir, bir də S-dir də. 5-i yazıram, bir də S-ni yazıram. 5 almaq üçün buradakı 8, 4, 2, 1-dən hansıları cəmləmək lazımdırsa, onların altına 1 yazıram. 5 almaq üçün mən 4 ilə 1-i cəmləməliyəm də. 4 ilə 1-in cəmi 5 edir. Onda 4-ün altına 1 yazıram, bir də 1-in altına 1 yazıram. Yerdə qalanlara 0 atıram. S dedik ki, 12-dir. 12 almaq üçün 8 ilə 4-ü cəmləməliyim. Yəni 8-in altda 1 yazıram, 4-ün altda 1 yazıram. Yerdə qalanları 0 yazıram. Sonra da başlayıb sırayla düzürəm. 0, 1, 0, 1, 1, 1, 0, 0. Dedim, öndə olan bu 0-ın heç bir mənası yoxdur. Silirəm. Yəni, bayaqçı rəqəmi aldım. Verilən rəqəmi aldım, gördük. Budur. İndi 751 8-likdə baxaq. Bu da eyni qayda ilə. 8-likdə bu sefer 4, 2, 1-dən istifadə edirəm. 1 yazıram. 7-ni də, 5-i də, 1-i də. 7 almaq üçün dedim ki, hamısını cəmləməliyəm. Ona görə hamısını altda 1 yazdım. 5 almaq üçün 4 ilə 1-i cəmləməliyəm. Ona görə 1, 0, 1. 1 almaq üçün sonuncu 1-i də götürməliyəm. Bunlar 1, bunlar da 0. Sonra da yuxarıdan aşağı doğru hamısını sırayla yazıram. 1, 1, 1, 0, 1, 0, 0, 1. Bu da ikilik. Əsas bunları bilirik. Bir də testlərdə. Məsəl üçün versək ki, 16, tutaq ki, 10-luq sayı sistemində üstə gələk 0, 1, 0, 2-lik sayı sistemində çıxılsın, tutaq ki, F9, 16-lıq sayı sistemində. Bu ifadəni desək ki, tap cavabını. Nə edirəm? Mən hərəsi bir sayı sistemindədir də, düzdürmü? Hesablaya bilmirəm. Hamısını 10-luq sayı sisteminə gətirirəm, ondan sonra hesablayıram. Məsəl üçün, 16 zaten 10-luq sayı sistemindədir. Ona görə 16-dan 6 olaraq yazıram. 0, 1, 0-ı. Dedik ki, qabaqdakı 0-ın mənası yoxdur. Qabağa bir dənə 1 ataq. Bunu 10-luq sayı sisteminə çevirmək üçün üzərini nömrələyirdim. 0, 1, 2, 3. Və sonra üstə gələk. Bunu çevirəndə 10-luq sayı sisteminə qüvvətlərin cəmi şəklində göstərirdim. 1 vurulsun 2 üstü 3, üstə gələk. 0 vurulsun 2 üstü 2, üstə gələk. 1 vurulsun 2 üstü 1, üstə gələk. 0 vurulsun 2 üstü 0. Sonra çıxaq. 16-lıqdan 10-luğa da yenə 0, 1 nömrələyib keçirəm. F dedim ki, 15-dir. 15 vurulsun 16 üstü 1, üstə gəlinsin. Burada qabaqda mənfi var deyə mötərizədə yazaq ki, bizi çaşdırmaz. Dedi 15 vurulsun 16 üstü 1, 9 vurulsun 16 üstü 0-a. Sonra da verilmiş cavabı tapıram. Tapdığım o x ədədi var ha. Bu 10-luq sayı sistemindədir. Ola bilər ki, misallarda deyər ki, bu ifadənin cavabı ikilik sayı sistemində nəyə bərabərdir? Sən 10-luq sayı sistemində həmin ifadənin cavabını tap, sonra da ikilik sayı sisteminə çevir. 10-luq sayı sistemindən ikilik sayı sisteminə keçəndə bilirik ki, 2-yə bölə-bölə gedirik. Sonra da qalıqları yazırıq. Bayaq göstərdiyimiz kimi. Məsələn, qısa yol öyrənək bir dənə. Tutaq ki, bizə verir ki, 2 üzərində 24 10-luq ədədini ikilik sayı sisteminə keçirdi. Bu zaman nə edirəm? Əgər bu ədəd 10-luq sayı sistemində verilmiş ədəd 2-nin tam qüvvəti şəklindədirsə, bu zaman 1 dənə 1, 2-nin qüvvətində neçədir? 24. 24 dənə də 0 yazmalıyam. 24 dənə də 0. İkilik sayı sistemində buna bərabərdir. Sadə bir nümunə ilə deyim. Məsələn, 2 üstü 2 yazır. Deyir ki, bu 10-luq sayı sistemindədir. Deyir, bunu ikilik sayı sisteminə keçir. Qısa ikilikdir. Mən dedim ki, 2-nin qüvvəti kimi olanda bir dənə 1 yazıram, üstü qədər də 0. 2 dənə 0 yazıram. Yəni, üstü 2-dirsə, 2 dənə də 0, ikilikdir. Gəl indi bildiyimiz qayda ilə 10-luqdan 2-liyə keçəndə dedim, bölə-bölə gedirsən, qalıqları yazdım. O qayda ilə nə eləyək? 2 üstü 2 4-dür da. 4-ü bölməliyim ikilik sayı sisteminə keçirəmsə 2-yə. Düşür 2, qalıqda düşür 0. 2-ni yenə bölürəm 2-yə. 1, qalıqda düşür 0. Sonuncu qisməti, yəni 1-i götürürəm, qalıqdan tərsindən yazıram. 1, 0, 0, ikilikdir. Gördük, eyni rəqəm alırıq. Yəni, əgər verilmiş ədəd 2-nin qüvvəti şəklində olarsa, 10-luq sayı sistemindən ikilik sayı sisteminə keçəndə bir dənə 1 yazıram, arxasıyla da qüvvətdə olan qədər 0 yazıram.
Bu digər say ədədlər üçün də eynidir. Məsəl üçün, versəydik ki, 16 üzərində 3 onluq say sistemindən x 16-lığa keç desəydi, burada əsas nədir? 16. Yenə bir dənə 1 yazıram, dalına 3 dənə 0 yazıram. Bundan da bu qədər.